İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Caspian Energy Club və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə Milli Biznesin İnkişafı Forumu keçirilib. Dövlət və özəl şirkət nümayəndələrinin qatıldığı forumda Dünya Bankı qrupunun əlverişli biznes mühiti layihəsinin əmlakın qeydiyyatı və icarəsi işçi qrupu tərəfindən ötən dövr ərzində görülmüş işlər, Business Ready hesabatı üzrə özəl sektor nümayəndələrinə təqdim edilən sorğu anketlərində cavablar müzakirə olunub. Caspian Energy Club'ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev görüşün biznes qarşısında duran məsələlərin müzakirəsi baxımından faydalı olacağını qeyd edib. Daşınmaz əmlakın dövlət kadastrı və reestri publik hüquqi şəxsin idarə heyətinin sədr müavini Elşad Məmmədov, daşınmaz əmlakın dövlət reestri və kadastr sayəsində yeni islahatlar, sahibkarlığın inkişafı, dövlət xidmətlərinin əlçatanlığı və biznes mühitinin şəffaflaşdırılması istiqamətində atılan addımlar barədə məlumat verib. Beynəlxalq Reytinqlər üzrə komissiyanın 2025-ci il üçün nəzərdə tutulan tədbirləri yenə davam etdiriləcək. Bu bir neçə istiqamətdə sahibkarların məlumatlandırılması istiqamətində işlər aparılır. Birincisi birəbir görüşlər keçirilərək canlı ünsiyyət vasitəsilə sahibkarlarımızın qaynar suallarını və tələblərini, problemlərini müzakirə etmək, onlarla birgə həll yolları tapmaq, dövlət özəl tərəfdaşlığı çərçivəsində ortaq həll yolları tapmaq, eləcə də məlumatlandırıcı mənbələri, internet resursları vasitəsilə sahibkarlara daimi olaraq görülmüş işlər və yeniliklər barədə məlumatların çatdırılması. Tədbirdə Business Ready hesabatının metodologiyasına əsasən biznesin yerləşdiyi yer indikatoru mövzusunda çıxışlar edilib. Forumda sahibkarları maraqlandıran məsələlər müzakirə edilib. İştirakçıların təklifləri dinlənilib və sualları cavablandırılıb.